Salam, çox hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük və sizin nəzərinizə çatdırmaq istədiyim bir məsələ var bugün. Ağdam rayonunun Fındırstan ərazi nümayəndəliyinin Kəlbasöyəni kəndindəyik və sizi burada yeni bir evlə tanış edəcəyik. Gördüyünüz kimi Ağdam rayon Fındırstan ərazi nümayəndəliyində yerləşən Qara Evlər kimi adlanan marketin arxa hissəsində yerləşir və Fındırstan qəsəbəsi ilə üzbəüz bu evimiz və hal-hazırda daxil oluruq evimizin içinə və həyətinə, sizi generalına tanış edək. Və dəyərli izləyicilərimiz, nəzərinizə çatdırım ki, mal-heyvan saxlamaq üçün belə bir tikili var. Daxil olaq hal-hazırda tikili ilə sizi tanış edək. 5-in 5 yarıma olan bir tikilidir. Və burada mal-heyvan və toyuq-cüzə saxlamaq üçün nəzərdə tutulub. Və buranı tərk elədikdən sonra hal-hazırda daxil olaq evimizin həyəti ilə sizi tanış edək. Və gördüyünüz kimi həyətimizdə bu cür güllər və əlavə meyvə ağaçları da var. Hal-hazırda gördüyünüz kimi burada yaşayış olmadığı üçün bu həyət bu vəziyyətdədir. Alan adam özü əl gəzdirəcək bu həyətə, o heç. Və ərazisi də gördüyünüz kimi böyükdür, 18 sot məhlədir. Və daxil oluruq evimizin içinə. 3 pilləkən qalxdıqdan sonra gördüyünüz kimi evimizin foyesi, mini foyedir. Daxil oluruq evimizin sağ hissəsində olan otağa. Gördüyünüz kimi belə bir otaq var. Və keçirik ikinci otağa. Gördüyünüz kimi bu cür bir otaqdır. Və yerdə poldur. Və əlavə keçirik üçüncü otağa. Belə bir otaqdır dəyərli izləyicilərimiz. Və evimizin barısında, difarlarında olan bu çatlara görə, bu defektlərə görə qiymət nəzərə alınıb dəyərli izləyicilərimiz. Nəzərə çatdırım ki, çox aşağı qiymət qoyulub evin qiyməti. Ekranda da görürsünüz hal-hazırda evin qiymətini. Və bir daha nəzərinizə çatdırıram dəyərli izləyicilərimiz, evimizin eyvanından baxanda bu cürlə həyət bu cürlə görsənir. Və kim bu evi almaq istəsə, bizim ekranda əlaqə nömrəmiz olacaq. Həmin o əlaqə nömrəsi ilə əlaqə saxlayaraq ev haqqında bütün məlumatları bizdən detallı şəkildə ala bilərsiniz.